Ər-Rəhman, rəhmli olan Allah surəsi Məkkədə nazil olmuşdur. 78 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Ar-Rahman. Rəhman. Dünyada maddi və mənəvi nemətləri həm möminlərə, həm də kafirlərə şamil olan, ahirətdə isə yalnız möminləri əhatə edəcək, geniş mərhəmət sahibi olan Allah. Onun nemətlərinin bəziləri ibarətdir. Alləməl Qur'an. Əzəli elmindən lövh-i məhfuza nazil olmuş Qur'anı əvvəlcə yuxarı aləmin məxsus sakinlərinə təlim verdi. Oradan Cəbrail vasitəsilə Peyğəmbərin qəlbinə nazil etdi və onun dili ilə bəşər cəmiyyətinə öyrətdi. Xalaqal insan. Yaradılmışların ən heyrətamizi, varlığın şah əsəri, ən gözəl vücud, ruhu və cismi baxımdan yaradılış aləminin ən kamil varlığı olan insanı yaratdı. Alləməhul bəyan. Ona ən heyrətamiz nemətlərdən olub, insanı digər canlılardan üstün edən və bəşər cəmiyyətinə ilahi vəhyin gəlməsinə səbəb olan bəyan yolunu öyrətdi. Qəlbində olanları dildə sözlər yaratmaqla başqasına çatdırmaq qüdrəti verdi. Əş-şəmsu vəl-qamaru bihusban. Günəş və ay müəyyən hesab ilə, günəş sabit düz hərəkətlə, ay isə yerin ətrafına dövr etmək və günəşin ətrafına fırlanmaq vasitəsilə hərəkətdədirlər. وَالنَّجْمُ وَالشَّجَرُ يَسْجُدَانِ. Ot və ağac yaradılışı ilə Allah qarşısında səcdə edir. وَالسَّمَاءَ رَفَعَهَا وَوَضَعَ الْمِيزَانَ. Göyü ucaltdı və əqidə, əxlaq, əməl və xarici aləmdəki şeylərin hər birinin özünə münasib şəkildə ölçülməsi vasitəsi olan qanun və mizanı qoydu. Peyğəmbərlər vasitəsilə və insanların ağıllarına ilham etməklə öyrətdi. أَلَّا تَطْغَوْا فِي الْمِيزَانِ. Və əmr etdi ki, ölçüdə əməllərin yaxşı və pis cəhətlərinin və əşyaların kəmiyyət və keyfiyyətinin ölçülməsində həddi aşmayasız. وَأَقِيمُوا الْوَزْنَ بِالْقِسْطِ وَلَا تُخْسِرُوا الْمِيزَانَ. Və çəkini ədalətlə icra edəsiniz və tərəzini, çəkdiyiniz malı əskiltməyəsiniz. وَالْأَرْضَ وَضَعَهَا لِلْأَنَامِ. Və bu yeri yaradılmışların, insan və cinlərin, onda olan canlıların hamısı üçün yaratdı. فِيهَا فَاكِهَةٌ وَالنَّخْلُ ذَاتُ الْأَكْمَامِ. Onda hər növ meyvə və tumurcuqlu salxımları olan xurma ağacı vardır. وَالْحَبُّ ذُو الْعَصْفِ وَالرَّيْحَانِ. Həmçinin gövdəli, yarpaqlı dənli bitkilər və ətirli bitkilər.
فبأي آلاء ربكما تكذبان Belə isə, ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? خلق الإنسان من صلصال كالفخار İlk insanı, Adəm və Həvvanı, yerin üfunətli qatından götürülmüş saxsı kimi quru gildən yaratdı. وخلق الجان من مارج من نار Və cini, yaxud cinlərin əcdadını odun ağ, qırmızı, qara şöləsindən yaratdı. فبأي آلاء ربكما تكذبان Belə isə, ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? رب المشرقين ورب المغربين İki şərqin və iki qərbin Rəbbidir. فبأي آلاء ربكما تكذبان Belə isə, ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? مرج البحرين يلتقيان Bir-birinə qovuşan iki dənizi bir-birinə qarışdırdı. Şirin sulu axar çaylar dəniz kimi, suyu şor, hərəkətsiz dənizlərə qovuşurlar. بينهما برزخ لا يبغيان Qovuşma yerində, onların ikisinin arasında geniş bir ərazini əhatə edən məsafə vardır ki, təsir baxımından bir-birini üstələmirlər. Yaxud, yer üzündə olan şirin suların hamısı dənizin şor suyundan gəlib və bir daha ora qaydacaqdır. Lakin onlar Allahın qüdrəti ilə bir-birinə təsir göstərmirlər. فبأي آلاء ربكما تكذبان Belə isə, ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? يخرج منهما اللؤلؤ والمرجان O iki şirin və şor dənizdən inci və mirvarı çıxır. فبأي آلاء ربكما تكذبان Belə isə, ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? وله الجوار المنشآت في البحر كالأعلام Uca dağlar kimi düzəldilib, dənizdə üzən gəmilər ona məxsusdur. Çünki onların düzəldildiği xam mal, onları düzəldənin təfəkkür qüvvəsi və gücü, həmçinin sular onundur. فبأي آلاء ربكما تكذبان Belə isə, ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? كل من عليها فان Bunun, yerin üzərində insan və cinlərdən olan hər bir kəs fənaya məhkumdur.
وَيَبْقَى وَجْهُ رَبِّكَ ذُو الْجَلَالِ وَالْإِكْرَامِ. Yalnız əzəmət, böyüklük, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin zatı qalacaqdır. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ. Belə isə, ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? يَسْأَلُهُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ كُلَّ يَوْمٍ هُوَ فِي شَأْنٍ. Göylərdə və yerdə olan hər bir kəs, həm dili, həm də halıyla ondan dilə istəyir. O hər gün, hər an bir işdədir. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ. Belə isə, ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? سَنَفْرُغُ لَكُمْ أَيُّهَا الثَّقَلَانِ. Ey insan və cin dəstələri, tezliklə sizin əməllərinizin hesabı ilə məşğul olacaq. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ. Belə isə, ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? يَا مَعْشَرَ الْجِنِّ وَالْإِنسِ إِنِ اسْتَطَعْتُمْ أَن تَنفُذُوا مِنْ أَقْطَارِ السَّمَاوَاتِ وَالْأَرْضِ فَانفُذُوا لَا تَنفُذُونَ إِلَّا بِسُلْطَانٍ. Qiyamət günü belə xitab olunacaq ki, ey insan və cin tayfaları, əgər əməllərinizin cəzasından qaçmaq üçün göylərin və yerin əhatə dairəsindən başqa bir yerə keçə bilsəniz, keçin. Lakin qeyri-adi bir qüdrət olmadan keçə bilməyəcəksiniz. Ona da ki, malik deyilsiniz. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ. Belə isə, ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? يُرْسَلُ عَلَيْكُمَا شُوَاظٌ مِّن نَّارٍ وَنُحَاسٌ فَلَا تَنْتَصِرَانِ. Sizin üstünüzə alov şöləsi və qatı tüstü, yaxud əridilmiş mis parçaları göndəriləcək. Onda özünüzü əsla müdafiə edə bilməyəcəksiniz. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ. Belə isə, ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? فَإِذَا انشَقَّتِ السَّمَاءُ فَكَانَتْ وَرْدَةً كَالدِّهَانِ. Göyün yarılaraq qırmızı dəri və ya əridilmiş yağ kimi qıpqırmızı olacağı zaman فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ. Belə isə, ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? فَيَوْمَئِذٍ لَا يُسْأَلُ عَنْ ذَنبِهِ إِنسٌ وَلَا جَانٌ.
hamının qəbirdən çıxıb hələ əsl yerə çatmadıqları həmin gün, insan və cinlərin heç birindən günahı barəsində bir şey soruşulmayacaqdır. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ Belə isə, ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? يُعْرَفُ الْمُجْرِمُونَ بِسِيمَاهُمْ فَيُؤْخَذُ بِالنَّوَاصِي وَالْأَقْدَامِ Çünki günahkarlar üzlərindən tanınırlar. Buna görə də onların kəkillərindən və ayaqlarından tutacaq və cəhənnəmə atacaqlar. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ Belə isə, ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? هَذِهِ جَهَنَّمُ الَّتِي يُكَذِّبُ بِهَا الْمُجْرِمُونَ Bu günahkarların təksib və inkar etdikləri həmin cəhənnəmdir. يَطُوفُونَ بَيْنَهَا وَبَيْنَ حَمِيمٍ آنٍ Onlar həmin od və qaynar suyun içərisində susuzluqdan və ardı arası kəsilməyən dəhşətdən fırlanacaqlar. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ Belə isə, ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِ جَنَّتَانِ Rəbbinin hökmranlığından və hər şeyi əhatə etməsindən və ya özünün Rəbbinin huzurunda dayanmasından qorxan kəs üçün iki cənnət vardır. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ Belə isə, ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? ذَوَاتَا أَفْنَانٍ Onların, həmin iki cənnətin hər ikisinin müxtəlif qollu budaqlı ağacları vardır. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ Belə isə, ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? فِيهِمَا عَيْنَانِ تَجْرِيَانِ O iki cənnətdə daim axan iki bulaq vardır. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ Belə isə, ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? فِيهِمَا مِنْ كُلِّ فَاكِهَةٍ زَوْجَانِ O iki cənnətdə hər meyvədən iki növ, quru və yaş, dünyada olan və olmayan vardır. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ Belə isə, ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? مُتَّكِئِينَ عَلَى فُرُشٍ بَطَائِنُهَا مِنْ إِسْتَبْرَقٍ وَجَنَى الْجَنَّتَيْنِ دَانٍ
Astarları qalın ipəkdən olan yataqların üzərində arxalıqlara söykənərlər və hər iki bağın meyvələri yaxın və əlçatan olar. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ Belə isə, ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? فِيهِنَّ قَاصِرَاتُ الطَّرْفِ لَمْ يَطْمِثْهُنَّ إِنسٌ قَبْلَهُمْ وَلَا جَانٌّ Həmin cənnətlərdə gözlərini ərlərindən qeyrisindən yığan və ondan başqasını sevməyən, nə bir insanın, nə də cinin toxunmadığı qadınlar vardır. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ Belə isə, ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? كَأَنَّهُنَّ الْيَاقُوتُ وَالْمَرْجَانُ Onlar paklıq və parlaqlıqda sanki yaqut və mərcandılar. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ Belə isə, ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? هَلْ جَزَاءُ الْإِحْسَانِ إِلَّا الْإِحْسَانُ Məyər yaxşılığın əvəzi yaxşılıqdan qeyri bir şeydir? Onların dünyadakı yaxşılıqlarının mükafatı Allahın onlara yaxşılıq etməsidir. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ Belə isə, ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? وَمِن دُونِهِمَا جَنَّتَانِ Allahdan qorxan və Allah dərgahına yaxın bəndələrə məxsus o iki cənnətdən aşağı sağ tərəf əhlinə məxsus digər iki cənnət vardır. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ Belə isə, ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? مُدْهَامَّتَانِ Onların hər ikisi yaşıllığın çoxluğundan qaraya çalırlar. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ Belə isə, ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? فِيهِمَا عَيْنَانِ نَضَّاخَتَانِ O iki cənnətdə fəvvarə vurub qaynayan iki bulaq vardır. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ Belə isə, ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? فِيهِمَا فَاكِهَةٌ وَنَخْلٌ وَرُمَّانٌ O iki cənnətdə hər növ meyvə ağacı, xurma və nar ağacları vardır. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ Belə isə,
Ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? فيهن خيرات حسان Onlarda gözəl təbiətli və gözəl üzlü qadınlar vardır. فبأي آلاء ربكما تكذبان Belə isə, ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? حور مقصورات في الخيام Çadırlar içərisində, pərdə arxasında oturmuş və yadların gözlərindən uzaq hurilər. فبأي آلاء ربكما تكذبان Belə isə, ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? لم يطمثهن إنس قبلهم ولا جان Bunlardan qabaq onlara nə bir insan, nə də bir cin toxunub. فبأي آلاء ربكما تكذبان Belə isə, ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? متكئين على رفرف خضر وعبقري حسان Cənnət əhli yaşıl balışlara və gözəl yataq və döşənəcəklərə söykənərlər. فبأي آلاء ربكما تكذبان Belə isə, ey insan və cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini təksib və inkar edirsiniz? تبارك اسم ربك ذي الجلال والإكرام Cəlal, əzəmət, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin adı xeyir bərəkətlidir.